Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Hadisənin bugün səhər saatlarında Ələt-Astara magistralının rayonun Liman şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Nail Həsrətoğlu İbrahimovun idarə etdiyi Kamaz markalı yük maşını Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Vaqif Böyüyağıoğlu Şahdiyevin idarə etdiyi Mercedes markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən Mercedes deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas etmə hissəsinin əməkdaşları və təcili yardım maşını cəlb olunub. Xilas edicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik avtomobilində sıxılıb qalmış sürücünü və onun yanındakı sərnişini Lənkəran şəhər sakini Qılman Qəhrəmanoğlu Əliyevi çıxararaq Lənkəran Mərkəzi rayon xəstəxanasına yola salıblar. Hər iki yaralı həkim nəzarətinə götürülüb, üzərlərində müvafiq tibbi müayinələr aparılıb. Hazırda vəziyyətləri stabil qiymətləndirilir. Hadisənin dəqiq baş vermə səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.